Salam dəyərli müəllimlər və abituriyentlər. Mən tarix fənn üzrə təlimçi müəllim Natiq Məhərrəmli. Onlayn dərslərimizə qoşulmaq istəsəniz qeyd olunan nömrələrə müraciət edə bilərsiniz. Bugünkü dərsimiz Səlcuq dövləti mövzusudur. Biz bugün həm ümumi tarixdən Səlcuq dövlətini, eyni zamanda Azərbaycan tarixindən Azərbaycana Oğuz Səlcuq axınları mövzusunu birləşdirib bir yerdə keçəcəyik. İlk öncə onu deyək ki, Səlcuq dövləti öz adını Səlcuq bəyin adından almışdı. Səlcuq bəy kim idi? Səlcuq bəy Oğuzların qınıq boyundan idi. Atası Tokaq bəy Oğuz dövlətində subaşı vəzifəsində çalışmışdı. Daha sonra öləndən sonra Səlcuq bəy atasının yolunu davam etdirmişdi. Bir müddətdən sonra Oğuz yabğusu ilə arasında olan münasibətlərin kəskinləşməsi Səlcuq bəyin Oğuz dövlətinin ərazisini tərk etməsinə səbəb olmuşdu ki, 10-cu əsrdə də Cənd şəhərinə gəlmişdi və burada İslam dinini qəbul etmişdi və Oğuz türklərinin İslam dinini qəbul etməsi onların artıq bu dövrdən türkmən adlanmasına səbəb olmuşdu. Bir müddətdən də sonra Buxara ərazisinə köçmüşdü. Daha sonra Mahmud Qəznəvinin hakimiyyəti dövründə 11-ci əsrin əvvəllərində Oğuz Səlcuq belə deyək ki, tayfalarını Sultan Mahmud Qəznəvi sıxışdırır və onları öz ölkəsinin ərazisindən çıxarmağa çalışırdı və bir sıra şimal bölgələrinə köç edirdilər onlar və bunun da əsas belə deyək nəticəsi kimi daha sonra qərbə doğru yürüşlər eləyib, əsas hücum hədəfi Bizans olan belə deyək ərazilərə yürüşlər etdilər. Bu ərazilər hansı idi? 1015-ci ildə Çağrı bəyin başçılığı ilə Van gölü ətrafı, Naxçıvan, Aran, Dəbil, Anadolu istiqamətində yürüşlər eləyib Bizansı məğlub etdilər. Qeyd elədiyim kimi bu hissələrin bəziləri Azərbaycan tarix hissəsində verilib, bəziləri ümumi tarix hissəsində verilib. Daha sonra 1028-ci ildə Xorasanda Səlcuqların üsyanı baş verir Qəznəlilərə qarşı. Əsas məqsəd nə idi? Bu ərazilərdə müstəqil olmaq və bu ərazilərdə əsas söz sahibi olmaq. Amma üsyan yatırılır və bu üsyanın yatırılmasından sonra Oğuz Səlcuqlarının bir hissəsi Azərbaycana gəlirlər və Vəhsudanın dövründə Rəvvadilər arasında 1028-ci ildə məskunlaşırlar. Daha sonra 11-ci əsrin 30-cu illərində baş verir? Artıq Sultan Mahmud Qəznəvi vəfat etmişdi. Hakimiyyətdə Sultan Məsud idi. Ona görə də bu ərazilərə Oğuzlar Xorasana yenidən köçdülər və bu ərazidə əhalini, Xorasan əhalisini himayə etməyə başladılar. Çünki Xorasan əhalisi onlardan kömək istəmişdi və Sultan Məsud öz ordusu ilə bu ərazilərə yürüş etsə də görür ki, yox, artıq Səlcuqlar burada belə deyək, öz ağalıqlarını təmin ediblər və bu əraziləri, Xorasan ərazisini bir növ desək, Səlcuq mülkü kimi tanımağa məcbur olur. 1038-ci ildə də Toğrulun başçılığı ilə demək Qəznəlilərə ağır zərbə vurulur və Nişapur ələ keçirilir. Hətta orada kitabda qeyd edir ki, Toğrul Nişapuru ələ keçirəndə ordusu buranı qarət etməyə çalışırdı, amma Toğrul buna imkan vermədi. Daha sonra Böyük Səlcuq dövləti yarandı. Birinci paytaxtı Nişapur olur 1038-dən 1043-ə qədər. İkinci paytaxtı Rey şəhəri olur 1043-dən 1073-ə qədər. Üçüncü paytaxtda 1073-dən Suquta qədər də İsfahan şəhəri olmuşdu. Və Toğrul dövləti yaratdı və ilk dəfə də dini dövlətdən ayırdı. Daha sonra bu olur bizim Səlcuq dövlətinin yaranana qədər olan hadisələr. Burada da hökmdarların hər birinin dövrün ayrıca qeyd etmişik, 4 hökmdarlı dövrün. Birinci Toğrul 1038-1063-cü illərdə hakimiyyətdə olub. Onun dövründə Səlcuq idarə etməsi qurulur. 1040-cı ildə Qəznəlilərin Səlcuq dövlətinin yaranması ilə barışmaq istəməməsi bunlar arasında müharibəyə səbəb olur və Dəndənəkan döyüşündə Sultan Məsudun qüvvələri məğlubiyyətə uğradılır. Bir sıra ərazilər ələ keçirilir. Döyüşdən sonra Mərv qurultayı keçirilir Toğrul tərəfindən. Şərqə və qərbə yeni yürüşlərin ediləcəyi ilə bağlı qərarlar alınır və bu qurultayda da Toğrul Sultan elan olunur. Və ardınca da Cənubi Qafqaz və Bizans üzərlərinə yürüş edirlər. 1043-cü ildə də paytaxtı Rey şəhərinə dediyimiz kimi köçürmüşdür. Cənubi Qafqaza birinci gəlirlər.
Cənubi Qafqaza gələndə Azərbaycan ərazilərində biz bilirik ki, həm Azərbaycan, həm Bizans ərazisində kəşfiyyat yürüşləri əvvəllər də olmuşdu. Yenidən də olur və bu vaxtı 1048-ci ildə Azərbaycan tarixində Şəddadilər mövzusunda da keçmişik, Səlcuqlar mövzusunda da verilib. Şəddadilərlə Səlcuqların 1-ci Toğrulun birləşmiş qüvvəsi ilə 2-ci Ləşkərinin birləşmiş qüvvəsi Bizans, Erməni, Gürcü feodallarını məğlub edir və Şərqi Anadoluda belə deyək, bir hissəsində möhkəmlənməyi bacarırlar. 1054-cü ildə Rəvvadi Şəddadi Tiflis əmirliyi Səlcuqlardan asılı hala düşür. Şəddadilərlə hətta müqavilə də imzalanır. 1054-cü ildə bu düşmənlərə qarşı birgə mübarizə aparmaq üçün 1055-ci ildə Toğrul yürüş eləyir Abbasi xilafəti üzərinə, yəni Ərəb dövləti üzərinə və Bağdad şəhərini ələ keçirir. Bu vaxtı Abbasi xəlifəsi Toğrulu Şərqin və Qərbin hökmdarı adlandırır, onun belinə 2 dənə xəncər bağlayır və bununla da siyasi hakimiyyət keçir ərəblərdən Oğuz türklərinə. Dini hakimiyyət də 1517-ci il 1-ci Osmanlı hökmdarı 1-ci Səlimin hakimiyyət dövrünə qədər ərəblərdə qalır, sonra Osmanlılara keçir. Sonra bura qədər Toğrul dedik ki, Azərbaycana və sair Ərəb dövləti üzərinə yürüşlər etdi və bundan sonra yenidən Azərbaycana gəlirlər. 2 dənə sərkərdəsini göndərir, Qutalmış bəyi göndərir. Xəzərin cənubundan Arana doğru gəlir. Şəddadilərlə birgə Bizansa zərbə endirirlər. İkincisi İbrahim Yinal gəlir, Qərbi İran və Azərbaycanın bir hissəsini ələ keçirir. Bununla da Toğrul dövləti kifayət qədər geniş ərazili bir dövlətə çevirir. Dövlətin şərqdə sərhəddi Amudəryadan qərbdə Fərəd çayına qədər, şimalda Dərbənddən, cənubda İran körfəzinə qədər uzanır. Bu da olur 1-ci Toğrulun hakimiyyət dövrü. Toğruldan sonra digər bir hökmdar Alparslan dövrü gəlir, 1063-1072-ci illər. Bir növ desək Toğruldur, Alparslandır, Məlikşahdır. Dövlət öz gücünü getdikcə daha da artırır. Alparslan hakimiyyətə gələn kimi Bizansa dəstək verən Erməni, Gürcü, Abxaz qüvvələrini məğlub edir, Tiflis, Ani, Qars şəhərlərini ələ keçirir. 1065-ci ildə Rəvvadilər dövlətinin varlığına son qoyur. 1066-cı ildə Şirvanşahları özünə tabe eləyir, Şirvanşah titulunu ləğv eləyir və Şirvanşah hökmdarları Məlik titulu daşıyır. Bu yürüşə xüsusi olaraq rəhbərlik eləyirdi Şirvanşahların üzərində 1066-cı il yürüşünə rəhbərlidir Qara Təkin. Fikir versək, Qutalmış İbrahim, Qara Təkin, bir də Məlikşahda Buğada Şəddadilərə son qoymuşdu, bilirik ki. Bax, bu sərkərdələrin adını yadda saxlamaq lazımdır. Daha sonra 1071-ci ildə əsas hücum hədəfi Səlcuqların yaranmadığı dövrdən də əvvəl mübarizə apardığı və öz hakimiyyətləri dövrünün demək olar ki, bütün hökmdarların dövründə müharibə apardığı dövlət Bizans dövləti idi. Bizansla da 1071-ci ildə Malazgirt döyüşü baş verir. Tarixin ən qanlı savaşlarından biri idi. Turan taktikasından istifadə edən Alparslan rəqibini məğlub eləyir. Roman Diogeni Bizans hökmdarını, hətta müharibənin gedişində əsir düşən Roman Diogeni qulaqlarına zincir vuraraq Alparslanın hüzuruna gətirirlər. Və Alparslan bir növ desək ona sual verir ki, mənim yerimdə sən olsaydın nə edərdin? Roman Diogen deyir ki, təbii ki, səni öldürərdim. Bu cümlə Alparslanın bir növ desək xoşuna gəlir ki, düşməni də olsa mərdcə davranır və onu əsirlikdən azad edir, dövlətinə qayıtmasına şərait yaradır. Amma bundan sonra Şərqi Anadolu ömürlük Türk torpağına çevrilir və Ön Asiyada da mövqeləri qüvvətlənir. Bunu biz 1-ci Tutmos, 3-cü Tutmos, 2-ci Ramzes, İskəndər, Toğrul, Əhəməni dövlətinin hökmdarları və s. 1-ci Dara və s. kimi hökmdarlarla oxşar zəng götürə bilər Ön Asiyada özünün artması və Alparslanın da vəziri Xacə Nizamül Mülk idi və onun da böyük xidmətləri olmuşdu. Daha sonra 1-ci Məlikşahın hakimiyyət dövrü 1072-1092-ci illər Səlcuq dövlətinin ən qüdrətli dövrü Məlikşahın dövrüdür. Baxaq görək, niyə bunun dövrü daha qüdrətli dövr sayılır? Məlikşah 1-ci dövlətin paytaxtını İsfahana köçürmüşdü 1073-cü ildə. Deyə bilərik ki, dövlət dayanmışdı da, nə məcbur idi ki, bunun paytaxtların belə dəyişiblər 3 dəfə. Baxaq, Nişapur idi, Reyə köçürdü 1-ci Toğrul, dedi ki, ölkənin qərb qanadlarına yaxın bir ərazi olsun ki, mən ora asanlıqla yürüş edeyim, mərkəzə yaxın olsun. Daha sonra Məlikşah da onun davamı kimi yenə İsfahana köçürür. Getdikcə qərbə doğru
köçürürlər paytaxtı. Daha sonra Məlikşahı Cahan hökmdarı adlandırırlar. Yəni bir növ desək dövlətin hər tərəfli dövlət yaratdığına görə dövlətin hər bir sahəsinə yaxından maraqlanır. Ona görə də Cahan hökmdarı adlandırırlar. Məlikşah hərbi islahat keçirmişdi. Hərbi islahata əsasən tayfa müxtəlifliyi prinsipindən istifadə edib orduda. Bu prinsipdən istifadə edən hökmdarlar Səfəvi hökmdarı 1-ci Şah Abbas və Monqol dövlətinin yaradıcısı Çingiz xan Temusin idi. Tayfa müxtəlifliyi nə idi? Əvvəllər məsələn deyirəm, orduya gedəndə bir dövlətin tərkibində 50 dənə tayfa var. Hər tayfa başçısı öz tayfasının rəhbəri kimi döyüşə gedirdi. Müharibədə məğlub olan vaxtı və yaxud ağır itki verən vaxtı öz ordusunu çıxarırdı döyüşdən. Fərarili edirdi bir növ desək. Amma tayfa müxtəlifliyində hər tayfadan bir nəfəri götürüb bir qoşun növü yaradırdılar. Bu günkü kimi. Ona görə də fərarilik halları baş vermirdi. Bax, buna deyirlər tayfa müxtəlifliyi prinsipi. Biz bunu ilk dəfə Məlikşahda deyirik. Sonra deyəcəyik Çingiz xandan, daha sonraki dövrdə deyəcəyik 1-ci Şah Abbasdan. Daha sonra 1-ci Məlikşahın dövründə ələ keçirilən ərazilər Konya, Ankara, Suriya, Fələstin ərazilərini ələ keçirmişdi. Daha sonra Qaraxanlı dövlətindən xərac alıb, uğurlu müharibə aparıb. 1088-ci ildə bayaq dedik, Şəddadilərin süquta uğradıb sərkərdəsi Buğa Gəncənin əmri təyin olunur. Daha sonra Alparslanın vəziri idi Nizamülmülk, Məlikşahın da yanında məsləhətçi kimi fəaliyyət göstərib. Məlikşahın dövründə vahid ölçü çəki pul sistemi yaranıb. Bunu çox hökmdardan oxşar götürə bilərik. Çin hökmdarı Çin Şuandi, Əhəmənilərdə 1-ci Dara, Aşoka, daha sonra Şah 1-ci Abbas, Əkbər Şah Moğol dövlətində və s. Bu kimi hökmdarların Qazan xan Hülakilərdə bunların hamısında vahid ölçü çəki pul sistemi var idi. Eyni zamanda tacirləri də bəzi rüsumlardan azad etmişdi. Hakimiyyəti dövründə də çox da iqta paylanması ilə yadda qalıb 1-ci Məlikşah. Niyə? Çünki hərbi uğurlar qazanmaq istəyirsənsə, orduya diqqət yetirməlisən, hərbiçilərə müəyyən torpaq verməlisən. Bu da təbii ki, daha belə deyək, həmən döyüşçülərin müharibədə fəal iştirakına gətirib çıxarırdı. Dediyimiz kimi, ən qüdrətli dövrünü yaşamışdı. Kiçəklənmə dövrü də adlanır. Ən qüdrətli dövr biz çox hökmdarlarda deyirik. Mihraqulda da deyirik, Şah 1-ci Abbasda da deyirik və s. Çox hökmdarların dövründə bu cümlə işlənir. Məlikşahda da tez-tez düşür. Kiçəklənmə dövrü və yaxud ən qüdrətli dövr. Məlikşahın da dövründə dövlətin sərhədləri qərbdə Aralıq dənizindən şərqdə Aral gölünə qədər uzanmışdır. Bu da olur bizim Məlikşahın dövrü və Məlikşahın dövründə belə bir cümlə də işlədirik biz köhnə dərsliklərdən. Birinci Toğrulun dövründən başlayan dövlətin formalaşması prosesi Məlikşahın dövründə başa çatır və özünün ən yüksək zirvəsini yaşayır. Məlikşahın ölümü 1092-ci ildə Məlikşahın ölümü, ardınca da Nizamülmülkün ölümü dövlətin zəifləməsinə səbəb olur. Birinci səbəb bu. Növbəti səbəb ölkədə olan üsyanlar, feodalların müstəqilləşmə meyilləri və s. Bunlar hamısı var, bilirik. Bundan əlavə də Səlcuqlar dövründə səlib yürüşləri, xaç yürüşlərinin olması Səlcuq dövlətini zəiflədir. Çünki səlibçilər Səlcuqları 1-ci səlib yürüşündə məğlub edirlər. Düzdür, davamında bir döyüşdə məsələn Səlcuqlar da qalib gəlir, amma əsasən səlibçilər qalib gəlmişdi. Daha sonra Səncərin hakimiyyət dövrü 1118-1157-ci illər sonuncu Böyük Səlcuq hökmdarı sayılır. Onun dövründə iki dövlət üzərində qələbə qazanılıb. Qaraxanlı və Qəznəli dövlətlər üzərində məğlub olub Qarakitaylara və Mavarinəhər vilayətini itirib. 1136-cı ildə onun dövründə Atabəylər dövləti yaranır Azərbaycanda, bir növ desək Azərbaycanın böyük bir hissəsi Səlcuqlardan ayrılır və Səlcuq dövlətində Səncərin hakimiyyətə gəlməsi ilə İraq Səlcuq dövlətdə yaranır. Yəni dövlət parçalanır iki yerə. Böyük Səlcuq dövlətindən İraq Səlcuq sultanlığı da ayrılır. Onun ərazisinə də haralar daxil idi? Xarəzmşahlar, Kirman, Suriya əraziləri daxil idi və 1194-cü ilə qədər mövcud olub. Böyük Səlcuq dövləti demək 1038-dən 1157-yə qədər mövcud olub. Amma İraq Səlcuq sultanlığı 1194-ə qədər mövcud olub. Kiçik Asiyada da Anadolu sultanlığı yaranmışdı.
Konya Sultanlığı və sair kimi çoxlu sultanlıqlara parçalanır da dövlətin ərazisi, belə deyə bilərik. Bu da olur Səncərin dövrü. 1157-ci ildə süquta uğrayır dövlət. Dövlətdə torpaq mülkiyyət formaları, yeni bizə görsənən torpaq mülkiyyət forması uc. Uc torpaqlar dövlətin sərhədlərini qoruyan hərbiçilərə verilən torpaqlar idi və sahibi də ucbəyi adlanırdı. İqtida ərəblərdən bilirik ki, hərbi xidmət müqabilində verilən torpaqlar idi. Sonra dövlətdə onda bir vergisi vardı, məhsul vergisi üşür adlanır. Qaravulda duran şəxslərə verilən ödənilən vergi adlanır da alaf. Bir də ordunun ehtiyaclarını ödəmək üçün silah bahası, nal bahası, şərab bahası kimi vergilər də alınırdı. Bu da olur bizim Səlcuq dövləti. Nəsə sualınız varsa şərh bölməsinə qeyd edin.